Hörmətli tamaşaçılar, sizi Dost TV-də onlayn müfəttiş verilişində salamlayırıq. Bugün əmək münasibətləri, əmək hüquqlarının qorunması, təhlükəsiz iş mühitinin yaradılması və rəqəmsal nəzarət mexanizmləri kimi hər birimizi maraqlandıran mövzulara toxunacağıq. Geridə qoyduğumuz 2025-ci il Dövlət Əmək Müfəttişliyi xidməti üçün həm institusional inkişaf, həm də əmək münasibətlərinin modernləşməsi baxımından mühüm il olub. Eyni zamanda 2026-cı il üçün yeni hədəflər və yeniliklər müəyyən edilib. Bu mövzular ətrafında daha ətraflı məlumat almaq üçün studiyamızın qonağı Dövlət Əmək Müfəttişliyi xidmətinin rəis müavini Nərmin Mirzəyevadır. Nərmin xanım, xoş gəlmisiniz. Xoş gördük. Mən də salamlayıram hər kəsi. Nərmin xanım, ilk olaraq istərdim başlayaq. 2025-ci il ərzində Dövlət Əmək Müfəttişliyi xidmət tərəfindən görülən işlərdə nə işlər görüldü, hansı addımlar atıldı? Bu barədə bizə ümumi bir məlumat verərdiniz. Çox sağ olun. Ümumiyyətlə, ötən il Dövlət Əmək Müfəttişliyi xidməti üçün həm institusional inkişaf, siz qeyd etdiyiniz kimi, həm də əmək münasibətlərinin tənzimlənməsinin yeni müstəviyə keçidi baxımından əhəmiyyətli bir il kimi oldu. Ötən il yenə də Dövlət Əmək Müfəttişliyi xidmətinin fəaliyyətinin əsas prioritetlərində vətəndaşların müraciətlərinin araşdırılması, əmək münasibətlərinin tənzimlənməsinin və ona nəzarətin mümkün qədər rəqəmsallaşdırılması, həm işə götürənlərin, həm işçilərin qanunvericiliyin tələbləri baxımından maarifləndirilməsi, xüsusilə əməyin mühafizəsinin təşkili, qanunvericiliyin həm beynəlxalq, həm yerli artıq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi və təbii ki, həm sosial tərəfdaşlarla, həm beynəlxalq tərəfdaşlarla əməkdaşlığımızın genişləndirilməsi təşkil edilmişdir. Mən qısa olaraq 2025-ci ildə xidmətin fəaliyyətinin bir neçə əsas göstəricisini statistik rəqəmlərlə qeyd etmək istərdim. Ötən il həm vətəndaşlardan, həm də aidiyyatı dövlət qurumlarından daxil olan müraciətlərin araşdırılması zamanı 6897 halda işə götürənlər tərəfindən işçilərin əmək hüquqlarının pozulması faktı öz təsdiqini tapmışdır və bunun nəticəsində qeyd edilən işə götürənlər barəsində müvafiq inzibati məsuliyyət tədbirləri həyata keçirilmişdir. Eyni zamanda atılan addımlar nəticəsində vətəndaşlara ödənilməmiş və yaxud gecikdirilmiş 842 min manat məbləğində vəsaitin onlara ödənilməsi təmin olunmuşdur. Bu vəsaitdə böyük fərqlə 93,7% əsas hissəni əmək haqları təşkil edirdi. Digər hissəyə isə zərərə görə ödənç, sosial müavinət və kompensasiyalar idi. Eyni zamanda əmək müqaviləsinə qanunvericiliyin tələbləri ilə zidd olaraq xitam verilmiş 89 nəfər işçi öz əvvəlki iş yerlərinə bərpa olunmuşdur. Təəssüf ki, istehsalatda bədbəxt hadisələr də ötən il baş vermişdir və istehsalatla əlaqəli hesab olunan 610 bədbəxt hadisənin tərəfimizdən təhqiqat aparılmışdır və nəticədə 588 nəfər şəxsə formal, yəni istehsalat zədəsi aktı təqdim olunmuşdur. Habelə vətəndaşlar və onların bizim üçün əlçatanlığı və bizim onlara əlçatanlığımız prioritet istiqamətlərdən olmuşdur. Bu məqsədlə DOST platformasından geniş istifadə edilmişdir ötən ildə. Hansı şəhər və rayonlarımızda DOST mərkəzləri varsa, orada xidmətin əməkdaşları birbaşa həm işçi, həm işə götürənlərlə, həm artıq işdən azad olmuş vətəndaşlarımızla birbaşa onlara müraciətlərini dinləmiş, xüsusi video müşahidəli otaqlarda izahatlar, inzibati icraatla bağlı protokollar, qərarlar tərtib olunmuşdur. Eyni zamanda daha operativ işə götürənlərlə və vətəndaşlarla əlaqələrin, əks əlaqələrin qurulması üçün 142 çağrı mərkəzindən geniş, onların imkanlarından yaxşı mənada geniş istifadə edilmişdir. DOST mərkəzlərində bizim xidmətin əməkdaşları tərəfindən 10 mindən çox təxminən vətəndaş qəbul olunmuşdur. Həmçinin o işə götürənlər ki, xidmətə gəlmək istəmir və yaxud DOST mərkəzlərinə gəlmək istəmir, biz bütün işə götürənlərə inzibati icraatın müxtəlif mərhələlərində video konferans vasitəsilə bizimlə əlaqə qurmağa şərait yaratmışıq və bu imkandan 1500 təxminən işə götürən istifadə edibdir. Və əsas istiqamətlərdən biri də təbii ki, əməyin mühafizəsinin təşkili olmuşdur. Yəni bu sahədə də biz ardıcıl tədbirlərimizi davam etdirmişik.
Və əməyin mühafizəsi ümumiyyətlə baxımından ötən il mən deyərdim ki, xüsusilə fərqlənmişdir xidmətin fəaliyyətində. Təbii ki, digər istiqamətlər də aidiyyatı üzrə yadda qalan tədbirlərlə belə deyək həyata keçirilmişdir. Ötən illərlə müqayisə eləsək, Nərmin xanım, deyə bilərik də ki, xidmətin fəaliyyəti ildən ilə daha da genişləndirilir, daha da artırılır, daha da inkişaf etdirilir. Əlbəttə. Əlbəttə, yəni bu statistik rəqəmlərlə də özünü göstərir. Bəli, sübut edir. Hazırki dövrdə Nərmin xanım, bizim həyatımızı asanlaşdıran rəqəmsallaşma deyilən bir anlayış var ki, əmək münasibətlərinin xüsusilə də rəqəmsallaşması, elektronlaşması həm işçi, həm də işə götürənlərin bugünkü gündə demək olar ki, əmək münasibətlərinin qurmasında daha asan, daha operativ, daha da çevik həyata keçirilməsində mühüm rol oynayır. İstərdik ki, bilək 2025-ci il ərzində rəqəmsallaşma, əmək münasibətləri, rəqəmsallaşması istiqamətində hansı işlər görüldü, hansı addımlar atıldı, hansı yeniliklər tətbiq edildi? Bu barədə bizə bir ümumi məlumat. Mən efirdə bizə ayrılmış müddəti nəzərə alaraq çalışacağam ümumi bu məsələyə toxunum. Əslində bizim əmək münasibətlərinin rəqəmsallaşması üçün ən gözəl belə deyək platformamız əmək və məşğulluq alt sistemidir. Bilirsiniz ki, bu platforma 2022-ci ildən istifadəyə verilmişdir və həmin platforma Dövlət Əmək Müfəttişliyi Xidməti baxımından bir neçə istiqamətdə çox faydalıdır. Bu istiqamətlərin ilkini əslində siz qeyd elədiniz. Burada əsas məqsədlərdən biri işçi və işə götürən arasında əmək münasibətlərinin müxtəlif mərhələlərində kommunikasiyanın birbaşa, şəffaf qurulmasıdır ki, artıq əmas bu məqsədlərə birbaşa xidmət edir. Yəni bunu əminliklə deyə bilərik. Nəyə görə? Çünki həm işə götürənin, həm işçinin elektron kabineti var əmasda. Onlar bir-biri ilə müxtəlif məsələlərlə bağlı bu kabinetlər vasitəsilə yazışa bilərlər. Həmən yazışmaların hamısının təbii ki, tarixçəsi qalır. Bu təkcə yəni hər hansı bir pozuntu zamanı nəyisə sübut etmək üçün deyil, həm də mən qeyd etdiyim kimi vaxta qənaətdir. Məsələn, bugün artıq işçi tutalım məzuniyyətlərlə bağlı və yaxud digər hüquqlarından istifadə ilə bağlı vaxt itirmədən, hər hansı bir kağız formadan istifadə etmədən işə götürən elektron kabinetinə orada elektron ərizə ilə müraciət edə bilər. Həmçinin işçi hüquqlarının təmini ilə bağlı işə götürən demək olar ki, bütün növ əmrləri artıq əmasda elektron formada tərtib edib işçinə təqdim edə bilər. Bu, qeyd etdiyim kimi, təbii ki, münasibətlərin möhkəmlənməsində, kommunikasiyanın düzgün qurulmasında çox faydalıdır. Eyni zamanda nəinki vaxtda qənaətdir, həmçinin həm işçilərin öz hüquqlarının bilməsi baxımından, həm işə götürənlərin öz vəzifələrini və həm də işçilərin hüquqlarını bilməsi baxımından çox əhəmiyyətlidir. Çünki tərəfimizdən əmasda işə götürənlərə, bəzən isə işçilərə müxtəlif növ məlumatlar göndərilir, işə götürənlərə müxtəlif xəbərdarlıqlar göndərilir və əmasın belə deyək, funksionallığının qurulmasında əsas texniki məntiqlərdən biri də bundan ibarətdir ki, biz mümkün qədər əmək qanunvericiliyinin pozulmasının qarşısını orada yaradılmış məhdudiyyətlər vasitəsilə, xəbərdarlıqlar vasitəsilə qarşısını alaq. Məsələn, misal qeyd edeyim, əgər şəxs məsələn uşaqdırsa, yəni uşaq dedikdə bugün əmək qanunvericiliyinə əsasən 15-18 yaşlı şəxslər hesab olunur. Nəyə görə? Çünki 15 yaşdan aşağı şəxslərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. Əgər 15 yaşdan aşağıdırsa bu şəxsin yaşı, artıq işə götürən onunla elektron əmək müqaviləsi bağlaya bilmir. Bilir ki, 2024-cü ildən artıq əmək müqavilələri həm işə götürən, həm işçi tərəfindən elektron imza ilə elektron şəkildə bağlanır. Bunun özü də şəffaflıq baxımından, həm də işçinin hüquqlarının qorunması baxımından çox böyük bir addım idi, irəli atılmış və 2025-ci ildə bu işlər davam etdirildi. Və artıq uşaq 15 yaşdan aşağı şəxslərin əmək müqaviləsinin bağlanmasına məhdudiyyət var. Və yaxud 15-18 yaşda uşaqla əgər əmək müqaviləsi işə götürən bağlayırsa, əmək məcəlləsinin tələbinə əsasən həmən uşağın valideynlərindən birinin və yaxud övladlığa götürənlərdən birinin və yaxud himayəçilərdən birinin artıq yazılı razılığı bəli, əmasa daxil edilə bilmir. Bu da uşaq əməyinin istismarının qarşısını almaq üçün. Əlbəttə. Hətta məsələn orada əlavə funksionallıqlar da var. Bir neçəsini qeyd edeyim. Uşaqlar üçün bilirik ki, onların fizioloji xüsusiyyətləri, onların inkişafda olmaları və s. nəzərə alınmaqla bir sıra əlavə güzəştlər müəyyən olunub əmək məcəlləsində. Onlar qanunvericiliklə daha çox məzuniyyət günləri onlar üçün nəzərdə tutulub və yaxud daha 91-ci maddədən onlara qısaldılmış iş vaxtları nəzərdə tutulub və işə götürən artıq bu saatlardan artıq və yaxud bu məzuniyyət günlərindən az məzuniyyət daxil edə bilmir həmən uşaqlara.
əmək müqaviləsinin şərtləri kimi və yaxud da bilir ki, Nazirlər Kabinetinin müvafiq qərarı var, hardakı uşaq əməyi qadağandır, bunlar zərərli ağır iş yerləridir, istehsal salatlardır, yeraltı işlərdir və s. Həmən işlərə də uşaqlar əgər təyin olunarsa, bu barədə işə götürənlərə xəbərdarlıq çıxır. Qeyd etdiyiniz kimi, bəli, bu uşaq əməyinin istismarı baxımından çox mühüm hesab edilir ki, texniki həllərdir. Ha belə işə götürən baxımından da. Yəni bəzən araşdırmalar zamanı işə götürənlər tərəfindən pozuntulara yol verilməsi qəsdən də yol verildiyi müşahidə edilsə də, onlar tərəfindən qanunvericiliyin tələblərinin yetərincə bilinməməsi baxımından da hüquqların bəli pozulması hallarına rast gəlir. Yəni onların səmimi etiraflarından bu görünür. O baxımdan yəni biz bu əması funksionalından bu istiqamətdə geniş istifadə etməyə çalışmışıq. Yaxud ötən il mən hesab edirəm ki, işə götürənlərin də işinin rahatlaşdırılması, işçinin də öz sosial hüquqlarından istifadə baxımından xəstəlik vərəqələri ilə bağlı mühüm addımlar atıldı. Tibb müəssisələri xəstəlik vərəqələrini elektron formada artıq tərtib edirlər və işə götürənə bu barədə artıq əmas vasitəsilə məlumat göndərilir. Artıq işçi narahat deyil, xəstəliyə çıxan işçi artıq narahat deyil ki, işə götürən bu barədə məlumatsızdır və işə götürən də öz təşəbbüsü ilə işçini artıq əmək müqaviləsinə xitam verə bilmir. Yəni onun məhdudiyyət çıxır ki, bu işçi xəstəlikdədir. Həmçinin bayaq əmək müqavilələrinə toxundum. Bəli, ötən il əmək müqavilələrinin elektronlaşması sahəsində də tərəfimizdən tədbirlər davam etdirildi. Bu həm maarifləndirmə tədbirləri oldu, həm də təəssüf ki, inzibati tədbirlər də oldu və bunun nəticəsində artıq əmək müqavilələrinin 96%-dən çoxu, yəni 97%-ə yaxını artıq elektronlaşıbdır. Bu da əmasda görülmüş mühüm işlərdən biridir və mən bayaq qeyd elədim, həm də əmas bizə elektron nəzarət imkanları verir. Həm preventiv tədbirlər baxımından, həm də ümumiyyətlə işə götürənlərin davranışlarını izləmək və onların verdiyi pozuntuları elektron qaydada aşkar edib barələrində müvafiq tədbirlər görmək baxımından. Məsələn, ötən il biz artıq 2005-ci ilin may ayından başlamaqla elektron audit modulunun tətbiqini etmişik və burada istehsalatda işçilərini istehsalatda bədbəxt hadisələrdən, peşə xəstəliklərindən sığortalanmayan işə götürənlər və yaxud ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqından aşağı əmək haqqı işçilərinə verən işə götürənlər müəyyən olunur və onlar barəsində müvafiq tədbirlər görülüb ötən il ərzində. Yəni həmçinin əmas işə götürənlərə müxtəlif hesabatlıqların təqdimi hissəsində də faydalı olubdur. Yəni məqsədimiz 2005-ci ildə bu hesabatlıqların dairəsinin genişləndirilməsi olubdur. Yəni və bilirsiniz ki, yəni cari ildə 2026-cı ildə 16 yanvarda cənab prezident əmək qanunvericiliyinə çox saylı dəyişiklikləri təsdiqlədi və o həmən deməli dəyişikliklərlə bağlı qanun layihəsinin tətbiqi ilə bağlı fərman imzaladı və həmən deməli qanunvericiliyə dəyişikliklər həm də əmasda müəyyən qədər öz əksini tapmalıdır. Bilirsiniz ki, bu dəyişikliklər həm Azərbaycanda müasir belə deyək mexanizmlər, distant iş kimi müasir mexanizmlərin Azərbaycana tətbiqinə bir hüquqi deməli zəmin yaratdı. Eyni zamanda ailə vəzifəsi olan işçilərin, hamilələrin, ümumiyyətlə valideyn olan şəxslər üçün əlavə güzəştlərin, əlavə təminatlar, məzuniyyətlərin verilməsi baxımından əhəmiyyət yarandı. Burada əmək qanunvericiliyinə əsasən əmək müqavilələrine xitam və bir sıra ödəniş məsələləri daha belə deyək, ədalətli tənzimlənməyə, daha da ədalətli tənzimləndi. Eyni zamanda burada belə deyək, daha bu kimi dəyişikliklər daha sosial yönümlü, məsələn, xüsusilə əməyin mühafizəsi təhlükəsizliyi sahəsində qanun edilmiş dəyişikliklər, bütün bunlar daha sosial yönümlü, daha müasir, həm işçi deməli işçi hüquqları mərkəzdə duran, həm də işə götürənlərin deməli fəaliyyətini yaxşı mənada tənzimləyən bir sıra normalar, yeni normalar nəzərdə tutdu və bunların da əmasda əks olunması bizim üçün vacibdir. Məsələn, artıq biz bilirsiniz ki, bütün ictimaiyyətdə yaxşı mənada səs gətirən bir dəyişiklik oldu. Neçə vaxt idi bu əslində müzakirə predmeti idi, atalıq məzuniyyəti. Yəni əslində var idi qanunvericilikdə ödənişsiz məzuniyyət, yəni yoldaşları hamiləliklə bağlı, hamilə və doğuşa görə məzuniyyət olan kişilərə belə bir məzuniyyət nəzərdə tutulurdu, amma artıq bu ödənişli məzuniyyətə çevrildi və artıq qanunvericilik təsbit edir ki, atalar yoldaşının deməli doğuşdan əvvəl, doğuşdan sonraki dövrünü əhatə etməklə 14 gün onlara məzuniyyət verilir və artıq bu məzuniyyət əmrinin formalaşması üçün də əmasda müvafiq əmr forması yaradıldı. Digər təbii ki, qanunvericiliyin tələbləri olaraq əmasın da funksionallıqları deməli artırılır.
Nəmin xanım, xidmətin əsas fəaliyyət istiqamətlərindən biri də maariflənmədir. İstərdim ki, bu barədə danışaq. 2025-ci il ərzində hansı maarifləndirici tədbirlər həyata keçirildi, nə kimi işlər görüldü? Elə statistik rəqəm versəz lap yaxşı olar bu barədə. Əslində mən deyərdim ki, son 3-4 il ərzində ən böyük maarifləndirmə tədbirləri məhz ötən il keçirildi. İnşallah ki, bu il daha da həmən tədbirlərin sayı artar 2005-ci ilin münasibətdə. Statistik rəqəmlərlə desəm, ötən il 282 tədbir keçirilibdir, maarifləndirmə tədbiri. Yəni burada həm konferanslar var, həm regionlarda və Bakı şəhərində təlimlər var, həm seminar görüşlər var. Yəni müxtəlif növ belə deyək, maarifləndirmə tədbirlərini əhatə edir bu rəqəm. 282 tədbirdə biz 17.500-ə yaxın şəxsi əhatə eləmişik və bu şəxslərin dairəsi müxtəlifdir. Burada həm işə götürənlər və onların nümayəndələri var və həm də işçilər var. Eyni zamanda çalışmışıq bu tədbirləri mümkün qədər sosial tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində quraq. Onlar da öz sözlərini və öz həm işə götürən həm işçilər üçün yaratdıqları imkanları auditoriyaya çatdıra bilsinlər və maarifləndirmə tədbirlərimizdə bizim üçün ana istiqamətlər olan mövzular var idi. Bunların içərisində mən xüsusilə vurğulamaq istəyərdim qeyri-formal məşğulluqla mübarizəni, əməyin mühafizəsinin təşkil işlərinin daha da yaxşılaşdırılmasını, uşaq əməyinin istismarının qarşısının alınması, ümumiyyətlə və məcburi əməyin qarşısının alınması, ümumiyyətlə əmək qanunvericiliyinin müxtəlif istiqamətləri, yəni bu dövrlərdən asılı olaraq da bu deməli mövzular seçilir. Məsələn, yay dövründə təbii ki, işçilərin məruzə çıxma sayları daha çox olduğu üçün əsasən yay mövsümündə biz daha çox işçilərin məruzədən hüquqları ilə bağlı məsələləri əhatə edən tədbirlər keçirirdik. Həmçinin qadınlarla bağlı mən qeyd etmək istərdim. Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün ilk növbədə onlara əmək qanunvericiliyində yaradılan, onlar üçün yaradılan güzəştlər, imtiyazlar, imkanlar barədə məlumatlı olması çox əhəmiyyət daşıyır və bu təlimlərin, tədbirlərin bir istiqaməti də məhz qadınların əmək hüquqlarına yönəlmişdir ki, bu da məşğulluq imkanları baxımından müsbət qiymətləndirilir. Bir də son dövrlərdə xidmətin beynəlxalq sahədə uğurları biz görürük. Bu barədə istərdim danışaq. 2025-ci il xidmətin beynəlxalq istiqamətdə gördüyü işlər nələrdən ibarətdir və hansı uğurlara imza atdı xidmət? 2025-ci ildə biz təbii ki, bizim üçün əsas aidiyyətli təşkilat Beynəlxalq Əmək Təşkilatıdır. Beynəlxalq Əmək Təşkilatı və onların müxtəlif ekspertləri ilə bizim görüşlərimiz davam etdirilibdir. Həm yuxarı rəsmi qaydada, həm işçiyə görüşlər təşkil olunubdur. Bundan əlavə tərəfimizdən SESRİK, NEBOŞ, İBOŞ, hansı ki bu təşkilatlar NEBOŞ, İBOŞ bunlar əməyin mühafizəsi sahəsində ixtisaslaşmış təşkilatlardır. Onlarla əməkdaşlıqlar həyata keçirilibdir. Yəni beynəlxalq təşkilatlarla belə deyək, əməkdaşlıq bir istiqamət olubdur. İkinci istiqamət isə iki tərəfli ölkələrlə apardığımız iki tərəfli görüşlər olub, müzakirələr olub və burada da əsasən biz öz təcrübələrimizi və qarşı tərəfdə öz müsbət təcrübələrini bizimlə paylaşıb və mən beynəlxalq əməkdaşlıq baxımından əminliklə deyə bilərəm ki, Azərbaycan bugün əmək münasibətlərinin rəqəmsallaşması, əmək münasibətlərinin tənzimlənməsi elektron nəzarət baxımından dövlətlər içərisində yaxşı mənada seçilən bir siyasət yürüdən bir dövlətdir. Bu özünü bizim ötən il əldə etdiyimiz müxtəlif beynəlxalq nüfuzlu təşkilatlar keçirdiyi müsabiqələrdə əldə etdiyimiz mükafatların sayında da göstərir. Belə ki, ötən il biz 32 beynəlxalq mükafata layiq görülmüşük və bu mükafatların da əsas verilmə səbəbləri, yenə də qeyd etdiyim rəqəmsallaşma sahəsində gördüyümüz işlər, həmçinin maarifləndirmə sahəsində həyata keçirdiyimiz müxtəlif metodlar, ha belə həyata keçirdiyimiz layihələr, hansı ki, bu bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr olubdur. Bu kimi işlər beynəlxalq aləmdə də, belə deyək, müsbət qiymətləndirilibdir. Nəmin xanım, əməyin mühafizəsi, işçilərin təhlükəsizliyi bugünkü günümüzdə bizim düşündürən ən həssas məsələlərdən, mövzulardan biridir. İstərdim bu barədə danışaq. Xidmət tərəfindən bu istiqamətdə nə kimi tədbirlər həyata keçirilib, nə kimi işlər görülüb? Eyni zamanda əməyin mühafizəsi demişkən, əməyin mühafizəsi sayəsində yeni qəbul olunmuş standartlar var. İstərdim bu barədə də danışasınız. 2025-ci il ərzində hansı işlər görülüb? Ümumiyyətlə, əməyin mühafizəsi təkcə dövlət mənfəətli xidmət üçün deyil, həm də işə götürən, həm də işçinin özü üçün ən aktual, həmişə aktual, saxlanılmalı mövzudur. Niyə görə? Çünki əməyin mühafizəsi birbaşa işçinin həyatı və onun sağlamlığı ilə bağlıdır. Nəinki işçinin, onun hətta ailə üzvlərinin də belə deyək, həyatına
təsir edən bir amildir. O baxımdan 2025-ci ildə tərəfimizdən bir sıra sistemli addımlar davam etdirilibdir. İlk növbədə burada qeyd etdiyiniz əməyin mühafizəsi sahəsində standartları vurğulamaq istərdim. 2025-ci ildə əməyin mühafizəsi sahəsində müxtəlif mövzularda 110 standart qəbul olundu. 2024-cü ildə 57 standart var idi. Bununla da 167 yəni 24-25-ci illərdə 167 standart, dövlət standartı biz təsdiqlədik. Eyni zamanda milli standartlaşma üzrə dövlət proqramına əsasən fərdi mühafizə vasitələrinin təhlükəsizliyi ilə bağlı texniki deməli layihə, reqlament layihəsi hazırlanmışdır və burada 478 istinad standartına deməli yer verilibdir. Bu standartların təbii ki, qəbulu ilə yanaşı, həm də həmən standartlar üzrə maarifləndirmə tədbirləri tərəfimizdən deməli aktual mövzular kimi 2025-ci ilin tədbirlər planlarına daxil olunubdur, daxili tədbirlər planımıza. Ümumiyyətlə, bilirsiniz ki, Dövlət Təhlükəsizlik Xidmətinin nəzdində əməyin mühafizəsi mərkəzi fəaliyyət göstərir. Biz əməyin mühafizəsi mərkəzi vasitəsilə əməyin mühafizəsi üzrə çox sayda təlimlər həyata keçirmişik və bu təlimlər həm də işğaldan azad olunmuş ərazilərimizi əhatə edibdir. Bu ərazilərdə sosial tərəfdaşlarla, xüsusilə mən ANAMA-nı qeyd etmək istərdim. Əslində biz 2023-cü ildən başlamışıq ANAMA ilə bağlı birgə, daha doğrusu bu tədbirlərin təşkilinə və ötən ildə işğaldan azad olunmuş ərazilərdə 46 belə bir tədbir keçirilibdir. Bu tədbirlərdə ümumilikdə 4700-ə yaxın işə götürən nümayəndəsi və işçi iştirak edibdir. Burada da əsas mövzu təbii ki, əməyin təhlükəsizliyi, mina təhlükəsizliyi, əmək qanunvericiliyinin tələbləri, qeyri-formal məşğulluqla mübarizə və sosial tərəfdaşlarımızın işə götürənlərə və işçilərə çatdırmaq istədiyi mövzular olubdur diqqət mərkəzində. Həmçinin əməyin mühafizəsi mərkəzi ötən il öz infrastrukturunun gücləndirilməsi istiqamətində də bir sıra işlər görübdür. Burada həm laboratoriyanın, həm müasir avadanlıqların qurulması məsələlərini mən vurğulamaq istərdim. Əməyin mühafizəsi mərkəzinin metodiki dəstəyi ilə biz iş yerlərinin attestasiyasını həyata keçirtmişik. Həmçinin əmasda iş yerlərinin attestasiyasının nəticələrinin qeyd olunması üçün funksionallıq istifadəyə verilibdir. Habelə tərəfimizdən müvafiq sayda qanunvericiliyin təkmilləşdirməsi ilə bağlı bir sıra layihələr öz təşəbbüsümüzlə irəli sürülübdür. Layihələr həyata keçirilibdir. Bura mən nümunəvi müəssisə, dost müfəttiş layihələrini deyə bilərəm ki, ötən ildə bu layihələr üzrə işlər davam etdirilibdir. Nərmin xanım, layihə demişkən istərdim, nümunəvi müəssisə, dost müfəttiş layihəsi dediniz. Ümumiyyətlə, 2025-ci il ərzində xidmət tərəfindən hansı layihələr həyata keçirilib? Bu barədə istərdim məlumat verəsiniz. O iki layihənin üzərində daha çox dayanmaq istərdim. Yəni, dost müfəttiş layihəsi adından göründüyü kimi bu işə götürənlərə dost yana bir yanaşma layihəsidir ki, bu layihə vasitəsilə biz əslində işə götürənlərə olan əsas mesajımızı verməyə çalışırıq. Bu layihə Milli Observatoriya ilə birgə həyata keçirilir. Nazirliyin tabeliyində fəaliyyət göstərən digər qurumumuzla birgə həyata keçirilir və layihənin qısa desəm, əsas mahiyyəti nədən ibarətdir? Könüllü şəkildə biz işə götürənlər kim ki bu layihədə iştirak etmək istəyir, könüllü şəkildə onlarla əməkdaşlıq edirik və layihə çərçivəsində həmən işə götürənlərdə əməyin mühafizəsi, əmək qanunvericiliyinin düzgün tətbiqi, insan resurslarının idarə edilməsi, o cümlədən Nazirliyin elektron sistemlərindən istifadə ilə bağlı bu 4 sahədə birinci onlarla sorğu, görüşlər keçirdirik. Daha sonra onlar yerində müvafiq qiymətləndirmələr aparırıq və bu qeyd edilən 4 sahədə onlarda çatışmayan hissələri, gələcəkdə pozuntulara gətirə biləcək riskli sahələri müəyyən edirik və həmən işə götürən üçün müvafiq bir plan qururuq. Həmən planda həm onlara bir hesabat xarakterli, hesabat da deyil əslində, yəni mövcud cari vəziyyət barədə bir arayış xarakterli həmən işə götürənə biz geniş məlumat təqdim edirik və işə götürənin birbaşa əmək qanunvericiliyinin tətbiqi ilə məşğul olan nümayəndələri üçün isə qeyd edilən sahələrdəki boşluqları aradan qaldırmaq üçün maarifləndirmə məqsədlə təlimlər edirik, görüşlər keçirdirik.
və bu layihə ödənişsizdir. Mən elə buradan səslənərdim işə götürənlərə ki, qeyd edilən layihədən istifadə üçün istənilən vaxt bizə və yaxud Milli Observatoriyaya müraciət edə bilərlər və hesab edirəm ki, bu işə götürənlərdə özünü qiymətləndirmə, yəni self-inspection deyilən, hansı ki, beynəlxalq təcrübədə bu geniş istifadə olunur. Bu mədəniyyətin formalaşması baxımından faydalıdır ki, biz artıq Azərbaycana da bu hissəni gətiririk və 32 beynəlxalq mükafat dedik və o mükafatlarda buna da görə bizim aldığımız mükafat var. Nərmin xanım, burada hər hansısa bir cərimə nəzərdə tutulmayıb yəqin ki, işə götürən məsəl üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarını dəvət edirsə, burada hər hansısa bir yoxlama aparılırsa, burada bir cərimə falan nəzərdə tutulmayıb. Bəli, ilk növbədə qeyd etdim ki, bu yoxlama deyil, bu qiymətləndirmədir və burada da əsas məqsəd cərimələmə deyil, gələcəkdə cəriməyə gətirə biləcək uyğunsuzluqların qarşısını vaxtında almaq və preventiv tədbirlər görməkdir. O baxımdan bu layihənin məqsədi cərimələmək deyil və layihə çərçivəsində cərimənin tətbiqi nəzərdə tutulmur. Çünki bu yenə də qeyd edirəm ki, yoxlama deyil. Digər layihəmiz nümunəvi müəssisə layihəsidir. Nümunəvi müəssisə layihəsində də əsas məqsəd nədir? O işə götürən ki, o müəssisə ki, əməyin mühafizəsi sahəsində daha qabaqcıl, daha qabaqlayıcı, yəni tədbirlər həyata keçirir. Biz o işə götürənlərdən birini seçirik. Onların qəbul olunmuş yeni dövlət standartları da nəzərə alınmaqla, onları həm milli qanunvericilikdə, həm beynəlxalq standartlarda nəzərdə tutulmuş tələblərə uyğunlaşması istiqamətində onlara dəstək göstəririk, yəni müəssisə ilə birgə fəaliyyət göstəririk. Sonra bu müəssisədə yaranmış nümunəvi, yəni əməyin mühafizəsi sahəsində nümunəvi bir model artıq digər işə götürənlərə təqdim olunur. Yəni işə götürənlər həmin işə götürənin təcrübəsini öyrənmək üçün ora infoturlar təşkil edilir, onlarla görüşlər keçirilir. Ötən il Abşeron Xızıda, Naxçıvan Muxtar Respublikasında və Qarabağda bizim belə nümunəvi işə götürən müəssisələrimiz olmuşdur və həmin işə götürən müəssisələrə həm infoturlara, həm mediaturlar, medianın məlumatlı olması üçün ki, hansı işlər görülür, təşkil olunmuşdur tərəfimizdən. Nərmin xanım, indi gəldik çıxdıq 2026-cı ilə, artıq bir aydır ki, 2026-cı il daxil olub. Xidmətin 2026-cı il üzrə əsas hədəfləri nədən ibarətdir? Vətəndaşlar hansı yeniliklərə hazır olmalıdır? Bu barədə istərdim sizi. İlk növbədə 2026-cı ildə də bizim hədəflədiyimiz əsas məsələlərdən biri vətəndaşlar üçün əlçatan olmaqdır. Təbii ki, burada ilk növbədə işçilər nəzərdə tutulsa da, işə götürənlər də yaddan çıxmır. Yəni, həm işçi, həm şey, yəni hər iki tərəf, əmək münasibətlərinin hər iki tərəfi üçün əlçatan olmaq bizim üçün prioritetdir. Və xüsusilə də vətəndaşların inamını, etimadını ildən ilə artırmaq bizim hədəflərimizdən biridir. Və bunun üçün də tərəfimizdən yenə də tədbirlər davam etdiriləcəkdir. Əmək münasibətlərinin rəqəmsallaşması bu artıq süni intellektin də sürətlə yayıldığı bir dövrdə yenə də bizim üçün prioritetlərdən biridir. Xüsusilə, məsələn, biz çalışacağıq ki, artıq kadr kərgüzarlığını mümkün qədər maksimum rəqəmsallaşdıraq. İşə götürənlər üçün daha yeni imkanlar yaradaq. İşə götürənlərin sistem üzərindən özünü qiymətləndirmə modeli üçün artıq müəyyən elementlər, mexanizmlər quraq. Həmçinin əməyin mühafizəsi sahəsində işlərin daha da sistemli, planlı həyata keçirilməsi üçün bu il hədəfləmişik ki, əmasda əməyin mühafizəsi adlı ayrıca bir bölmə yaradaq. Hal-hazırda var əməyin mühafizəsi ilə bağlı bir sıra funksiyalallıqlar, amma məqsəd onu daha da təkmilləşmək və ayrı bir modul altında təqdim eləməkdir. Üçüncü istiqamətlərimizdən biri bu ildə təbii ki, əməyin mühafizəsi sahəsində müxtəlif standartlar qəbul olunacaqdır. Həmin standartların iş yerlərində tətbiqinə nail olmaqdır, onun təbliğatı ilə bağlı işləri davam etdirməkdir. Əməyin mühafizəsi sahəsində əməyin mühafizəsi mərkəzinin imkanlarının genişləndirilməsidir, onların infrastrukturunun daha da gücləndirilməsidir. Bütün işə götürənlərə çatmağa hədəfləyirik təbii ki, mümkün qədər. Habelə qeyd elədik ki, əmək qanunvericiliyində çox saylı dəyişikliklər olubdur. Bu da təbii ki, bizim üçün həm də riskdir ki, həmən qanunvericiliyin düzgün yerlərdə tətbiqi olmaya bilər və bu il əsas hədəflərimizdən biri də maarifləndirmə tədbirlərində əsas hədəflərimizdən biri də əməyin qanunvericiliyi ilə bağlı
düzgün maarifləndirməkdir işə götürənlərə, həm də işçiləri ki, onların hansı hüquqları var. Preventiv tədbirlərlə yanaşı proaktiv nəzarət tədbirlərimiz də bu il yəni dairəsini genişləndirməyə planlaşdırırıq. Xüsusilə qeyri-formal məşğulluqla mübarizə istiqamətində rəqəmsal həllərdən istifadəni genişləndirmək əsas hədəflərimizdən biridir. Yəni hədəflərimiz çoxdur. Ümid edirik ki, burada bilirsiniz, birgə əməkdaşlıq çox mühümdür. Yəni burada işə götürənlər də bu yenilikləri tətbiq etməkdə açıq olmalıdırlar. İşçilər də, yəni təbii ki, bu bizdən də asılıdır ki, biz onu nə qədər maarifləndirəcəyik, ictimaiyyətə çatdıracağıq. İşçilər də bu yeniliklərə yəni hazır olmalıdırlar. Məqsəd təbii ki, layiqli əməyin təminidir. Əsas məqsədimiz bəli, layiqli əməyin təminidir. Və sonda Nərmin xanım, bizi izləyən işçi və işə götürənlərə əsas mesajınız nədir? Əsas mesaj, ilk növbədə mən işçilərə əsas mesajı bunu çatdırmaq istərdim ki, əgər hüquqlarınızın pozulduğunu hiss edirsinizsə, yəni bunu güman edirsinizsə, çəkinmədən bizə müraciət eləyin. Biz əmin etmək istəyirik ki, sizin müraciətləriniz tərəfimizdən şəffaf, hərtərəfli, obyektiv araşdırılır. Öz hüquqlarınızı bilin, yəni öz hüquqlarınızı bildikdə artıq öz hüquqlarınızın pozulmasının qarşısında özünüz artıq almış olacaqsınız. Xidmətə də ehtiyac qalmadan ilkin mərhələlərdə. İşə götürənlərə isə təbii ki, əsas müraciət bundan ibarətdir ki, əmək hüquqlarının pozulmasından imtina etsinlər, yəni bu pozuntulara yol verməsinlər. Hər hansı qanuncunun tətbiqi ilə bağlı onlarda sual yaradan məqamlar varsa, bununla bağlı bizə müraciət edə bilirlər. Düzgün tətbiq ilə bağlı biz onlara metodiki dəstək göstəririk. Bizim bayaq qeyd etdiyim layihələrdə aktiv iştirak eləsinlər. Xüsusilə qeyri-formal məşğulluğu mən qeyd eləmək istirdim. Yəni əmək müqaviləsi olmadan nə işçi, nə işə götürən əmək münasibətlərinin başlamasına, əmək münasibətlərinin ümumiyyətlə yaranmasına, davam etməsinə heç bir halda yol verməsinlər. Çünki nəzərə almaq lazımdır ki, qeyri-formal məşğulluq işçini həm sosial, həm hüquqi təminatlardan məhrum edir, həm onun gələcək vaxtı gələndə, yəni müxtəlif sosial müdafiə dövlətin yaratdığı sosial müdafiə imkanlarından məhrum edir. Yəni bu bir məhrumiyyətdir və sabah hətta istehsalda bədbəxt hadisə baş verəndə belə biz o işçini müdafiə edə bilmirik hüquqi baxımdan. Yəni bu baxımdan qeyri-formal məşğulluğa hər iki tərəf getməməlidir. Məqsəd təbii ki, işçinin hüquqlarını qorumaq olduqda bunu işə götürənlər təmin edə bilirlər. Yəni əsas odur ki, məqsəd işçilərin hüquqlarının pozulmasının qarşısını almaq, hüquqların pozulmasına yol verməməkdir. Və bir də artıq bizim elektron nəzarət imkanları genişləndiyindən, yəni işə götürənlər mesajım odur ki, biz artıq onların davranışlarını elektron müstəvidə də izləyə bilirik. Yəni bu baxımdan öz əsas fəaliyyət istiqamətlərinə yanaşı əmək hüquqlarının qorunmasını da prioritet istiqamətlərinə biri kimi müəyyən eləsinlər. Bəli. Nərmin xanım, elə toxunmuşkən əmək hüquqlarının pozulmasına bağlı xidmətə müraciət edə bilərlər. Bildiyiniz kimi bizə vətəndaşlar həm 142 çağrı mərkəzi vasitəsilə, həm dost mərkəzlərindən, həm sosial şəbəkələrdən, həm bizim WhatsApp nömrəmiz vasitəsilə yaza bilərlər və müraciətlərini ünvanlaya bilərlər. Biz hər zaman onların müraciətlərini cavablandırmağa hazırıq. Belə əziz izləyicilər, bu günləri biz Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il ərzində gördüyü işlər və 2026-cı il üzrə olan əsas hədəf istiqamətlərə toxunduq. Bu günləri qonağımız Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva idi. Bu günlük isə bizim sizə çatdıracaqlarımız bu qədər. Növbəti efirlərdə yenidən görüşmək üzrə. Sağ olun.